Marketdəki çörəklərin tərkibini oxuduqdan sonra şoka düşdüm. Bahalı və ya ucuz fərq etmir, demək olar ki, hamısının tərkibində palma yağı olur. Və bu səbəbdən artıq çörəyi evdə özümüz bişiririk. Resept isə sadə və dadlı olduğu üçün sizinlə də bölüşürəm. 350 qram unu ələkdən keçirdib, üzərinə 5 qram droş, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı da duz əlavə edib yaxşıca qarışdırıram. Sonra isə 210 mg ilıq su və 30 mg rafinə olunmuş duru yağ əlavə edirəm. Birinci xəmir palçıq kimi alınır, amma təxminən 7 dəqiqə yoğurduqdan sonra sonda ələ çox yapışmayan bir xəmir alacağıq. Axıra yaxın əllərimi biraz yağlayıb yoğurmağa davam edirəm. Beləliklə xəmir daha asan yığılır. Xəmir hazır olduqdan sonra qoyuruq qaba, üzünü örtüb yarım saat gözləyirik. Xəmir qalxdıqdan sonra səthi biraz unlayıb keçirik çörəklərə forma verməyə. Bölüşdüyüm resept bir çörək üçündür, amma mən 3 dənə bişirdiyimə görə 3 hissəyə bölürəm. Xəmiri əlimizlə açıb rulet şəklinə gətiririk. Sonra yenidən bir də rulet kimi yığırıq. 2-3 dəqiqə gözlədikdən sonra təkrarən xəmiri açıb yenidən rulet şəklinə gətiririk. Birləşən yerlərini sıxıb və son olaraq formanı vermiş oluruq. Hazırladığım çörəkləri listə yığıb, üstünü örtüb yenidən 20 dəqiqə gözləyirik. Vaxt tamam olduqdan sonra çörəklərin üstünə süd çəkirəm. Azca un ələyib, bıçaqla naxış vururam. Sobanı 180-190 dərəcə arası qızdırıb, 35 dəqiqə ərzində bişirirəm. Vaxt tamam oldu, sonunda baxın necə gözəl qızarmış çörəklər alındı. Bu reseptin üstünlüyü ondadır ki, çörəyi doğradıqda ovulub və ya qırılıb tökülmür. Həmçinin üstündən bassaq da gördüyünüz kimi formasını çox gözəl saxlayır. Və ən əsası çox dadlıdır.